Mən bir də Tərlan qardaşımızın belə ağır günlərindən bir məqamı da sizə çatdırım ki, Tərlan qardaşımız bu Qarabağ döyüşləri deyəndə Qarabağ müharibəsi bütün Azərbaycan regionlarına belə təsir göstərib. Bütün hər bir yerindən döyüşdə insanlarımız olub, həlak olanlar, şəhid olanlar, itkinlərimiz olub. Hələ də nə qədər bizim itkinlərimiz var ki, heç tapılmır. Ancaq Tərlan qardaşımız Qarabağ uğrunda da döyüşlərdə olub. İndi mən onun harda döyüşdüyün, harda vuruşduğun, yəni ermənilərlə üzbəüz olduğun bir daha sizə çəkirəm, aydınlıq gətirsin Tərlan qardaşımız. Elə döyüş yollarından da biraz özün deyəsən, harda olmuşsunuz, necə döyüşmüşsünüz? Tərtər rayonunda olmuşam qardaş. Tərtər rayonunun Goranboy rayonunun Tapıq Qarakoyunlu kəndi ətrafının yaxınlığında orada olmuşam. Orada döyüşmüşük. Yanımda bir məştəqalı oğlan vardı. Əgər bu videoda o həmən o adam, oğlan məni əgər yadından çıxarmayıbsa, yəni yadında qalmış olar. O məştəqalı oğlan da mənim yanımdaydı. İkimiz idik, bir yerdə qalan uşaqlar uzanıb yatmışdılar. Yəni ki, başlarını tutub güya ki, bunları erməni görə biləsi deyildi. Bu məqamda gördüm ki, bir dənə belə nətər deyim, narkotik al dəsti kimi bir starş leytenant çıxdı. Kolun dalına. Yanımdaki dostuma dedim ki, onu vur da, yəni vuraq. Bu oğlan yəni avtomatı silahı bilmədiyi üçün vura bilmədi. Mən bunu qolundakı hərbiçi idi. Qolundakı znaka görə bunu gördüm ki, bu ermənidir. Bunu attım, bu yıxıldı. Həmən o məştəqalı oğlan dedim ki, sən buranı adinoşunu avtomatla yavaş-yavaş səs elə burada da iş elə ki, qoy bilsinlər ki, burada yəni biz varıq. Özüm getdim başqa yeri görüm, bizim yəni yanımızda hərbiçi yox idi. Hərbiçi, yəni mütəxəssis hərbiçi yox idi, ancaq elə cavan uşaqlar idi. Rayonlardan yığılmış. Mən də getdim bunlara xəbər verməyə ki, çatıblar da bizə gəliblər. Baş yuxarı qalxırlar biz tərəfə. Orada tikanlıq olan, kolluq olan yerdir bir. Getdim, biraz da qabağa getdim, gördüm. Uşaqlar yatıblar. Ha birinə bir təpik vurdum ki, durun, gəlirlər. Gördüm, sözümə baxan yoxdur. Biraz irəli keçdim, aşağı baxanda gördüm ki, qara tikan kolların arası ilə bunlar gəlirlər. 5 dənə zabit, 5-dim, 6-dım belə zabitlər idi. Bu öndə gələn zabitin yenə birini vurdu. Heç 2 dəqiqə çəkmədi ki, məni snayper vurdu. Vurdular səni. Hardan vurdular? Bəli, bax, qardaş, bax. Düz buradan girib, baxa da bilərsiniz, buradan onurğamın yanından çıxıbdı. Görürsünüz, yeri görürsünüz. Bəli, görünür yeri. Həkili boya kim gəlib baxa bilər, yəni göstərə bilərəm. Onda qazisiniz, yoxsa Qarabağ veteranısınız? Heç birindən deyiləm. Heç birindən Bəs niyə haqqınızı... Haqqımı kimdən istəyir? 2 ayağı olmayanlar haqqını ala bilmirlər. Mən necə alım? Bax, bu düz sözümdür, yoxsa yox? Düzdür. Düzdür. Elə adamlar var ki, ayağı yoxdur. Veteranlığını ala bilməyib. Yəni bizdə vəziyyət belədir. Mən düzdür, Allahdan razıyam, şükür Allah ki, yəni sağam, öz evladlarım yanındayam, evimdə işindəyəm. Amma ki, yəni ki, gərək bu bizim dövlətimiz qazilərə, vuruşmuş insanlara heç olmasa bir kömək göstərsin. Mən demirəm, mənə lazım deyil kömək. Amma elə oğlanlar, elə kişilər var ki, onların ayaqları yoxdur, onların ailələrinə kömək lazımdır. Heç olmasa bunlara maraqlansınlar, nə olar ki? Axı, onlar yazıqdırlar, onların da evladları var. Bunu hamı bilir. Bir ata gedib orada öz 2 qıçını itirirsə, bunun evladlarına kim baxmalıdır? Deməli, dövlət baxmalıdır. Bəli. Yenə də razıyam dövlətimdən. Şükür Allah'ımıza ki, yenə də qələbə bizləndir. Artıq nə deyim? Ona sevinirəm. Həqiqətən də görünür ki, sizin döyüş yolunuzda ağır günləriniz olub. Həm də yaralanmışsınız. Yəqin ki, hospitala düşmüşsünüz. O cür yara ilə hospitaldan çıxmamaq mümkün deyil. Ancaq sizin haqqınız bərpa olunmuyub. Bura qədər də sizə müavinət verilmir. Yəqin ki, 80 manatı da almırsınız. Yox, heç bir qəpik də almamışam. Bax, yenə Tərlan qardaşımızın da bax, o günlərdən yenə bu çəkilişi mən çəkib efirdə yəqin ki, paylaşacağım. Özünü də izləyərsiniz. Bu qədər. Sağ olun.
Sağ ol.